Salam, gəlin bugün sizinlə birlikdə ingilis dilində have got, has got-un işlənməsinə baxaq. Have got və has got. Have got, has got dilimizə tərcümədə var, malik olmaq deməkdir. Cümlədə isə quruluşu aşağıdakı kimi olur. Birinci mübtəda gəlir. Sonra have got ya da ki has got işlənir. Sonda isə var olan əşya. Var olan əşya işlənir. İndi bir dənə cümlə yazsaq, orada fikir verək. I have got a book. I have got a book. Görürsünüz, birinci şəxsimiz, mübtədamız gəldi. Sonra have got, sonra isə var olan əşya gəldi. Mənim kitabım var oldu cümləmiz. İndi biz hardan bilək ki, nə zaman have got işlətməliyik, nə zaman has got işlətməliyik? Şəxslərdə I, you, we, they, I, you, we, they olanda have got, bir də ki, cəmdə olan bütün mübtədalar. Deməli, şəxslərdə A, you, we, they olanda, bir də cəmdə olan bütün mübtədalar olanda bunlarla have got işlənir. Biz cümləmiz olanda cümləyə baxırıq. Əgər I, you, we, they-dən hər hansı biri işlənibsə və yaxud da ki, cəmdə həmin mübtədamız have got-dan əvvəl işlənən mübtədamız cəmdədirsə, o zaman have got işlənir. Has got nə vaxt işlənir? Has got isə üçüncü şəxsin təkində olan he, she, it şəxs əvəzliklərindən, bir də təkdə olan bütün mübtədalarla deməli, he, she, it və təkdə olan bütün mübtədalarla isə has got işlənir. İndi bir də diqqət yetirək. Deməli, şəxslərimizdən I, you, we, they və cəmdə olan bütün mübtədalar gəlirsə, deməli, ondan sonra have got işlənəcək. Yox, əgər he, she, it və təkdə olan mübtədalar gəlirsə, ondan sonra has got işlənəcəkdir. İndi have got-un, has got-un qısa formasına baxağın gəlin. Have got, has got qısa formada belə yazılacaq. Məsələn, I have yazılıbsa, I have got yazılıbsa, bu belə qısa formada belə olur. I, we, got. Əgər has got yazılıbsa, he has got. He has got yazılıbsa, qısaltmaq istədiyimizdə isə yazırıq he's got. Have got-un qısa forması budur. Has got-un isə qısa forması budur. İndi isə keçək have got-un, has got-un sual inkarına. Görək sual inkarda necə olur. Have got-un, has got-un sual inkarına keçdikdə isə have got-la has got-un sual formasında iki nüans özünü göstərir. Əgər cümləmizdə have got varsa, ya da ki has got-dursa, bunun sualı have-lə, bunun sualı isə has-lə veriləcəkdir. Yox, əgər cümləmizdə yalnız have varsa, sualı do ilə,
has varsa, sualı does'la olur. Yəni got olanda, have has'in yanında got olanda have has'in özündən sual veririk. Yox, əgər have has'in yanında got yoxdursa, have'in sualını do ilə, has'in sualını isə does'la veririk. İndi bunları da nümunə üzərində diqqət yetirək. Bir-iki dənə nümunə yazaq bunlara aid. Məsələn, yazırıq ki, you have got a horse. Sənin atın var. Görürük, bax, burada diqqət yetirəcəyimiz məqam odur ki, have-dən sonra got işlənibdir. Have-dən sonra got işlənirsə, sualı bu belə olur. Have you got a horse? Have you got a horse? Niyə have oldu burada? Çünki have-dən sonra gotumuz var. Bizim burada got işlənib ona görə. Has da olanda yenə has'in yanında got varsa, has özü qarşıya keçəcəkdir. İndi keçək, yəni got olmayan vəziyyətinə. You have a horse. İkisində də sənin atın var deyir. Burada da sənin atın var deyir. Amma buradakında sual verəndə got olmadığına görə, have-in yanında got olmadığına görə artıq do ilə sual veririk. Do you have a horse? Deyir, sənin atın varmı? Artıq burada do ilə sual verdik. İndi keçək nəyə? Burada does'la da sual verək bir, onu da yazaq, does'la sual formasında yazağın. Does'la sual verəndə she has a bike. Bir dəqiqə. Onun velosipedi var deyir burada. Has'lə sual verdiyimizə görə, yəni has'lə cümləmiz has'lə olduğuna görə və burada da got olmadığına görə sualı veririk does she. Buradakı has artıq have-ə çevrilir. Daha burada demək lazım deyil ki, she iləndir bu, has olmalıdır. Xeyr, sual olanda da, inkar olanda da have-ə çevriləcəkdir. Has have-ə çevriləcəkdir. Sual formasında, inkar formasında da. A bike. Bu da yalnız do does-da olanda olur. Does-la sual verəndə has have-ə çevrilir. İndi inkar formasına baxaq. İnkar forması necə olur? İnkar formasında da yenə iki nüans özünü göstərir. Birinci nüansımızı deyək yenə. Əgər got varsa, yenə qotla birlikdə işlənənə baxırıq, ayrı işlənməyinə baxırıq burada. Yazaq indi you have not got a bike. Sənin velosipedin yoxdur deyir. Görürsünüz, qotla olduğuna görə have-in özü qaldı burada. Əgər burada bizim cümləmizdə indi biz buna sual verdik. Yox, bunun inkarını düzəltdik. Bizim indi düzəltdiyimiz, indi burada at yazmışam, amma burada velosiped yazmışam. Əsas olan budur ki, buraya baxaq. Have got-la işlənibdir. Artıq burada inkarı have not got oldu. Yox, əgər bu hissəsinə sual versəydik, bu hissəsinin inkarını düzəltmiş olsaydıq, olardı ki, you don't have a horse. Gördünüz, bu hissənin sualını verdik, çünki qotu olmadığına inkarını düzəltdik. Qot olmadığına görə don't-la oldu. Don't have oldu. Got olanda inkar eləyəndə have not got olur. Bu got olmasa don't have olacaqdı. İndi does-la olana baxağın. Bu hissədə də does-la olanını göstərim. Bu birinci cümləmizin özünü yazaq. She has a bike. İndi baxırıq ki, burada
Got yoxdur. Got olsaydı olacaqdı ki she has got a bike. İndi got olduğuna görə gotun sualını verəndə olacaqdı ki has not got. Bağışlayın, sual dedim. İnkarını verəndə has not got olacaqdı. Bu buna aiddir. İndi ikinci cümləmizdə has'in yanında got olmadığına görə onun inkarını düzəldəndə olur she doesn't. Dayan, burada mən yazmadım. She doesn't have a bike. Gördünüz, ikinci cümləmizdə bunun qotu olmadığına görə doesn't have oldu. Doesn't have. Does'la sual inkar verəndə, bayaq burada da dedim ki, daha demək olmaz ki, buradakı təkdir. Yəni, üçüncü şəxsin təkidir. Has olmalıdır. Xeyr, əgər sualı, inkarı does'la düzəlirsə, has have-lə yazılacaqdır. Görürsünüz, burada da have-lə yazıldı inkarı. İndi keçək nəyə? Have has'in keçmiş zaman formasına. Bizim başa saldığımız indiki zaman formasıydı. İndi keçmiş zaman forması, have has'in keçmiş zaman forması had-lə düzəlir. Yəni, have got forması, bunun had got forması yoxdur. Yəni, had got. Yəni, bu formada yoxdur. Yalnız had olaraq düzəlir. Dilimizə tərcüməsi də var idi olur. Dilimizə tərcüməsi də var idi deməkdir. Məsələn, yazaq bura, bir dənə məsələn yazaq. We had a cat. Bizim pişiyimiz var idi oldu artıq burada. Sual inkarı da isə didlə düzəlir. Did vasitəsilə də sual inkarı düzəlir. Bu zaman deyir, had feili öz kök forması olan have-ə qayıdır. İndi bunu misalın üzərində başa salım, daha aydın olsun. Məsələn, biz burada yazağın ki, we had a cat yazdıq. İndi buna sual verəndə necə veririk? Sualı da didlə düzəlir, inkarı da. Yazırıq did we. Artıq burada had özünün əvvəlki forması nə idi? İndiki forması have. Have-ə çevrilir, a cat olur. Gördünüz, burada had have-ə çevrildi, sualını da didlə verdik. İndi inkarına baxaq. We didn't. Sualında da yenə, inkarında da yenə have-ə çevrilir. Had have-ə çevrilir. A cat. Sualında da have-ə çevrildi, inkarında da have-ə çevrildi. Didlə də sualını, inkarını düzəltdik. Bugünlük bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarımı izləməyi unutmayın.